Deməli, baxın xanımlar, qapının parıltısına baxın. Bu sildiyim qapıdır. Bax, bu isə silmədiyim adi, sadə qapı. Mən həmişə qapıları siləndə qapını sirkə ilə silirəm. Sirkəli su ilə qapı, ümumiyyətlə pəncərə sililəndə par-par parıldayır. İndi bax. Yalnız sirkə, biraz su, biraz da qap şampunu. Fərqi görürsünüz. Bax. İnanın Allaha, hər şey qadının özündən asılıdır. Qadın var, rəzili vəzir eləyir. Qadın var, vəziri rəzil eləyir. Yəni, bunu eləmək bizim üçün nədir? Heç nə, 2 dəqiqə ya da 3 dəqiqə vaxt olar. Mənim uşağım çox körpədir deyənə, əlləri həmişə qapının, barmaqlarının izi həmişə qapıda olur. Yəni, boyuna görə, qapını açıb bağlamağa görə. Həmsə də ağ qapıda tez izi bildirir. Həmişə bir əlim əskidədir, bir əlim təmizlikdəki. Balacadır da, indi ona qışqırım və yaxud da nəsə eləyim, onsuz da başa düşmür. Ha, nə qədər istəyirsən qışqır. Əksinə mən onu dəstəkləyirəm, gözləyirəm ki, hər yeri batırsın, qutarsın, ondan sonra töküm hər yeri yığışdırım. Mən heç vaxt uşağa demirəm ki, ayda filan şeyi yazın, ayda filan şeylərin yox. Onsuz da məni qanmayacaq, onsuz da məni başa düşməyəcək. Əksinə onun oyun qurmağı üçün hər şeyi eləyirəm, televizordan da uzaq tuturam, başlayıram ona kardondan kağızlar çəkməyə və yaxud da oyunlar oynatməyə. O, ona başı qarışır, mən də gedib işimi gücümü görürəm. Bax, qapının son halı. Par-par yanır qapı. Pəncərəni görürsünüz xanımlar. Görürsünüz necə təmizdir. Biraz sirkə, biraz su, biraz da qap şampunu. Adi əski. Görürsünüz, pəncərədə bir dənə belə iz yoxdur. Baxın, məsələn, stolda, belə şokolad izi, ruçka izi və yaxud da görəndə mənim həmişə divan krestol üçün ayırdığım maçalkadır. Üstündə də qap şampunu var. Bir balaca ovalayıb yəni heç bir şeyə ehtiyac yoxdur. Baxın, sadə bir dənə əski ilə silirik. İndi baxın həmin yerə. Görürsünüz, heç nə yoxdur. Tərtəmiz. İndi bu hissələri. Görürsünüz, ləkələrə baxın.